Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Biz bugün 2 noyabr 2025-ci il Bərdə rayon Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsi zamanı 4800 şəhidimizin paltarının bastırıldığı yerdəyik. Gördüyümüz kimi burada, bu lövhədə də qeyd olunub, 1-ci Qarabağ müharibəsi zamanı məhz burada 4800 igidimizin, qəhrəmanımızın paltarları bastırılıb. Onların paltarları da müqəddəsdir. Onlar vətən üçün gedibdir. Məhz bu müqəddəsliyi qorumaq da hər birimizin borcudur. Amma bütün bu işlər yalnız Fikrət əminin əməyidir. Qeyd edim ki, Fikrət əmi 44 günlük Vətən müharibəsi zamanı Bərdə rayonunun ilk şəhidi Zeynalov Turqutun atasıdır. Yəni burada gördüyümüz gül çiçəklər bizə xoş görünə bilər. Bura cənnətə bənzəyir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Amma bu gül çiçəkləri tək bura gətirməklə, əkməklə iş olmur. Yəni məlum məsələdir ki, yay aylarında xüsusilə il keçdikcə təmizlənməsi, yayda bunların demək olar ki, səhər-axşam suvarılması, bunların hər birində Fikrət əminin danılmaz əməyi var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Cəmi şəhidlərimizin ruhu şad olsun. Turqut balamız, ruhun şad olsun ki, atan tək sənin üçün yox, bütün şəhidlər üçün hər zaman çalışır. Yəni bu bütün Azərbaycan xalqının borcudur. Allah səni qorusun Fikrət əmi. Var ol ki, bu cür hər yerdə gözəl işlər görmüsən.